Bürçlər, həftəlik baxım. Su ünsürləri, balıqlar, əqrəb, xərçəng, sıralama ilə balıqlar, xərçəng, əqrəblərdən yana. 12 iyun və 19 iyun həftəlik keçid, baxaq. Balıqlardan yana, balıqlar. Balıqlar elə suyun axınında bilmirsiniz hansı səmtə yönələsiniz. Bu boşluqlardan niyə çıxmaq istəmirsiniz ki? Nədən bu qədər sulu gözlülük, nədən bu qədər son zamanlarda başlamışsınız dil düyünlərini aktivləşdirməyə, bir ah dökmələrə, iptallərə bağlayaq. Əslində belə deyim sizə, bu qınanılacaq bir durumdurmu? Xeyr, nədən? Çünki yetəri qədər şans verdiyim insanlar, yetəri qədər hədəfdə görünən insanlar öz doğmalarım belə bəzən elə hərəkətlənmədədirlər ki, sanki məni görmürlər, hiss etmirlər, anlamırlar. Düzgün, dürüst düşüncələrdəsiniz. Arzulama nitəliyiniz var. Ailə bağlarında xüsusən də ata energetikası olaraqdan, çəkim olaraq darıxdığınız, danışmaq istədiyiniz situasiyaların öncəliyini gətirəcəksiniz. Və bu belə deyim də xatırlama durumlarına da təbii ki bağlanır. İkili münasibətdə isə abu-hava yenilənir. Sadəcə olaraq balıqlar bu abu-havanın yenilənməsini istəməyəcək, açıq-aşkar. Nədən? Çünki bu şansları, bu gedişatları çox təməlli şəkildə gördüm, yetər artıq. Gənc yaşda balıq xanımları sizin üçün çox gözəl, həri nişan energetikası yüksəlir ki, bu deyərdim ki, çox gənc yaşda, 18, 20, 22-lər, 24-lər limiti öncəlik daşıyır. Uşaqla bağlı aktiv sahalarınız var, oğlan uşağı adına sevinəcəyiniz halə çərçivəsində açılan masa, danışılan söhbətlər, edilən və gedilən limitlər adına çox gözəl yeniliyiniz var. Nədir məsələ balıqlar? Həftənin son zamanlamasında maddi tutumları aktivləşdirməyə çalışacaqsınız, amma həftədə daha çox xərclənmə durumlarınız var ki, nəinki qazanma aktivliyi. Nədən? Çünki çox işlərinizi yarım saxlamısınız ki, həftə sizi bu konuda israrlarını artıracaqdır ki, iddialı şəkildə siz tərpənişlər edəsiniz, yaxşı mənada bir hərəkətlənmədə olasınız və burada da artıq maddi balansların tutumu deyildiyi kimi həm gələn axını ilə, həm xərclənən axını ilə öncəlikdir. Davam edək, xərçəng bürçlərindən yana baxaq, xərçənglər sizin üçün necə bir həftədir. Xərçənglər, balıqlar üçün şanslı, xərçənglər üçün zaman konusu, sevgi, romantika, abu-hava, yasəmən çiçəyinin ətini hiss edirəm dediyiniz bir cümlə tam, belə deyim, fəslə uyğun. Çox gözəl romantik abu-hava var. Çox romantik abu-havanız var, xərçənglər. Bu sizi nə edəcək? Bu dalğalar daha doğrusu sizə nə göstərişlər gətirəcək? Pillə olaraq, yaşam olaraq, seçim olaraq, anidən partnyor energetikası olaraq, gəlin çıxaq gedək, gəlin öz yolumuzu, öz hədəfimizi seçək. Xərçəng bürçləri artıq dünkü kimi, yəni fikirləşməyəcək ki, qoy görüm edim, etməyim, nə olar, nə olmaz. Həmən bavullarınızı hazırlayacaqsınız. Təbii ki, bu məcazi anlamdadır. Bəli, təklifləriniz var. Şehir dəyişmək, ölkə dəyişmək kimi durumlara bağlanaraqdan. Bu həftəni çalışın, canlandırın özünüzdə. Bu həftəni doya-doya enerjilərini aktivləşdirin xərçənglər. Hər mənada mükəmməldir. Madəm ki, ikili münasibət hədəfində siz bu qədər, belə deyim, kral və kraliça obrazını daşıyırsınızsa, həm xanım, həm bəy olaraqdan, demək ki, xərçənglər istədiyi axındadır, istədiyi hədəfdədir, istədiyi mərkəzləşmiş enerjidədir və bu sizə nə gətirəcəkdir? Qüvvətlənən duyğular, qüvvətlənən duyğu ilə də xərçəngləri tanımaq olarmı? Yaxşı mənada, əlbəttə ki, onlar naif olacaqlar. Əlbəttə ki, onlar bir süzgün baxışla ətrafının, belə deyim, çəkimlərini alacaqlar. Övladla bağlı aktivliklər dəngəniz var. Bu həftəni bonuslu şəkildə dəyərləndirin. Nə desək yaxşı mən. Əlbəttə ki, ən gözəl təqsir ilahi, amma çox gözəl enerjilər var, çox gözəl sahalar var. Maddi mənəvi dəyərlərin yüksəlişi, iş həyatında belə anidən vəzifə yüksəlişləri, şəxsi həyatınızda belə anidən əlinizə düşən kapitalla bağlı yeniliklər çərçivəsi. Hətta bugün susqun baxışlı, mən nə etməliyəm, sualı ilə özünü yoran xərçənglər, o çıxmaz sokaklardan keçməyə çalışan xərçəng insanları da duyğusal yön olaraq, fikir olaraq o qədər gözəl qarşınıza iyimsər insanlar çıxacaq ki, həftə daxilində. Yenə də deyirik, ən gözəl takdir ilahi tam dəyərləndirin. Tam dəyərləndirin.
Davam edək əqrəblərdən yana. Baxaq əqrəblər sizin üçün həftə necə irəliləyəcək? Əqrəblər üçün necə bir keçid aktivləşir həftə daxilində? Əqrəblər, həm özünüzün, həm ətrafdakıların deyərdim ki, qəsdlə deməzdim əslində, bilərəkdən çox gedişatlarda üzərinə gəldiyiniz məsələlər var. Siz bilirsiniz ki, ətrafınızı da incitirsiniz, özünüz də duyğusal yöndə incinirsiniz. Atın bunu kənara. Özünüz üçün yeni sahalar var, yeni işıqlar var. Közərməyə çalışan, aktivləşməyə çalışan, bu xüsusən də yolculuq adına nisbətlərdə özünü bəllidir. İkili münasibətlərdə isə öz qisasçı ruhunuzu bir kənara yaxşı mənada çəkib də, belə deyim, bu gedişatdan çıxacaqsınız. Romantik dalğa, şam işığında, belə deyim daha doğrusu, necə deyim, közərən bir işıq dəngəsindən də bəhs edəsi olsaq, romantik bir abu-hava, romantik bir öncəlik, romantik şam yeməyi, bunu söyləmək istəyirik zaten. Çox gözəl enerjiləriniz var. Çox gözəl enerjiləriniz var. Hədəfdə böyüyürsünüz, hədəfdə öncəlik alırsınız. Hökumət işləri sənətlə bağlı, bank işləri sənətləri ilə bağlı. Əqrəblər, bu həftə potensial və gücünüzü öncəlik edəcəksiniz. Qaçaqovda olacaqsınız. Bu da əlbəttə ki, maddi konularınızı aktivləşdirəcəkdir. Çünki burada sırf kapitalla bağlı, bank sənətləri ilə bağlı çox gözəl yenilikləriniz var. Əqrəblər, son həftənin son zamanlamasında xüsusən də bəyəfəndilər, diqqət edin sağlıqsal durumlarınıza. Birazcıq deməzdim soyuq hava kütləsi, amma soyuq yeməklərdən qaçının, bu şəkildə söyləyim. Və həftənin son zamanlamasında xanım əqrəblərdən bəhs edəsi olsaq, pusqu quracaqsınız, pusu. Yenə də qayıdırsınız qalıbınıza. İkili münasibət hədəfində mən keçidlər olaraq, limitlər olaraq fikir söyləyirəmsə, bunun izahlı və bunun təcrübə anlamında, təcrübə konuşuyor dediyiniz cümlədə qurduğunuz pusularda, tələlərdə görəcəksiniz ki, bəli, düşən xətlər maalesef ki, qabarır. Bu sizin üçün nə gətirir? Narazı düşüncələr. Bunu etməyin əqrəblər, rahatına buraxın. İkili münasibətdə əqrəb xanımları çox qovalayırsınız partnyor enerjinizi, ihanətlər konusu. Təbii ki, əqrəb bağışlamır ihanət enerjisini, ümumiyyətlə onların antitezyanlarıdır. Ona görə də olmayan gedişatlarda belə bir xırda bir işıltı axtarırsınız ki, bəlkə mən sözümü deyəcək bir gedişat gətirim. Amma təbii ki, partnyorunuz ağıllı energetikalarda özünə yön verir. Ona görə də buraxın rahatına. Bəy əfəndi əqrəblər isə dediyim kimi çox gözəl stimul verici zamanınızdır. Uğurlar hər birinizə.